Hörmətli izləyicilərim, hər vaxtınız xeyir olsun. Bu gün sizə təqdim etdiyim ev, əzizlərim, Sultəpədə ekologiya postunu keçəndən sonra, yəni tanıyanlar yaxşı bir düz yanındadır, yəni dəqiq deyək ki, sabah demin ki, ay bir burada yəni tanınan yer deyirəm, məsəl üçün. Ümumi 6 sot torpağın içində yerləşən təmirsiz 3 otaqlı. Vallahi əzizlərim, bu da bunun ev tikintisi 10.000 manatdır, yəni çok qəşəng yerdir. Yəni kimasa belə al girişinə xırda-xırda da pullar remotda da. Əzizlərim, indi gedəlim bu qonaq otağı yox, qonaq otağı yox, yataq otağıdır, qonaq otağı qabıqları təmirsizdir. İndi də gedəlim sizi evimizlə tanış edelim. Bu da qonaq otağı da əzizlərim görürsünüz, maşallah, sportsalı. Əzizlərim, nə boylarım? Şimdi yani kasbın olanlarına gözükmüyor olsam. Burada yine böyle bir boyutlarımız var. İndi də gedən evimizin həyətilə tanış olalım. Görürsünüz əzizlərim, maşallah qəşəng villalar. O qabaqda gördüyünüz ağ bir böyük bir stron materialdır. Ondan sonra əzizlərim, evlər görürsünüz nə qəşəng zdaniyalar. Tam yaşayışlı yerdir. İndi də gedən bağımızla tanış olalım. Əzizlərim, burada evimizin bağ hissəsidir. Əziz izləyicilərim, görürsünüz ki, həyətdə hardasa bir ən azı 30'a yaxın meyvə ağaçları özə bar verən meyvə ağaçlardır. Görürsünüz, ev hündürdə qalır. Yəni buradan aşağıda da yani dərə deyil, düz təpə yerdir. Hər kim alsa Allah xeyrini versin. Eləsi sor ki, məndən çoxu deyir bir krişası vurursun, evi yoxdur, yarım çıxasın, yavaş-yavaş eləyərəm. Buyurun, nömrə qoyduğum nömrəyə zəng eləyərsiniz.